Kimdir Rəsul? Azad, əqilli Adəm oğlundan olan bir kişidir. Allah Teala onu seçir, öz risaləsi ilə insanlara Allah Teala ona vəhy elədiyi şeyi təbliğ edir. Rəsul. Onlara iman etmək imanın 6 rukunundan olan bir rukundur. Hansı ki, onsuz iman həmin rukunlarından biri olmasa, onlardan bir rəsullara imandır. Onsuz iman tamamlanmır. Kim bir rəsulu yalanlayarsa, artıq bütün rəsulları yalanlamış olur. Yəni, bax ki, bütün rəsulları yalanlasa da və yaxud da bir rəsulu yalanlasa da insan, o insan kafirdir, İslamdan, millətdən, dindən çıxmış küfürdən kafir olur. Baxmayaq ki, ondan öncə cümləsi müsəlmanların cümləsində olubdur. Amma yalanlaması ilə nədir? İslamdan çıxır. Allah Subhanahu Taala onları göndəribdir, onlara kömək edir, onlara öz möcüzələri ilə, Allah Taala möcüzələrlə kömək edir. Məsələn, kitablar nazil etməsi ilə onlara nədir? Kömək edir. Baxmayaraq ki, bəzi vaxtlarda İngilvari Allah Taala onlara imtahan etsə də belə, onların dərəcəsini qaldırmaq üçün edir bunu. Güzel rəsullar imtahan olunurlar. Yəni Allah Taala yanında onların öz nədir? Dərəcələri vardır ki, bu bəlalarla o mənzillərə çatırlar. Rəsullar insanların Allah Taala tərəfindən insanların imtahan olunan insanların ən şiddətlisidir imtahan olunmaqda Allah Taala tərəfindən imtahan olunurlar. İnsanların ən şiddətlisidirlər. Yəni ki, onlar daha şiddətli imtahan olunurlar. Ki, onların Allah Subhanahu Taala onlara verdiyi o imanın gücü səbəbilə. Yəni, onlara verdiyi imana görə, necə ki, səhih hədisdə gəlmişdir ki, əşəddun nəsi bələən əl-ənbiyə. Yəni, insanların bəlada ən şiddətli olanı peyğəmbərlərdir. Thumməl əmthəl, fəl-əmthəl. Sonra o mislində olan, sonra o mislində olan. Yəni, ən şiddətli imtahan olunanlar peyğəmbərlərdir, sonra onların mislində olanlardır. Əl-əqva imanən fəl-əqva. Nə qədərmiş iman güclüdür, o qədər. Bir kəs dininin miqdarına görə imtahan olur. Əgər dinində möhkəmdirsə də imtahanı artar. Əgər dinində yumuşaqdırsa da dininin miqdarı qədər imtahan olunur. Onda rəsullar Allah Teala onlara elədiyi vəhiyini xəbər verməkdə sadiqdirlər, doğrudurlar. Onu yer üzündə olan ümmətlərə çatdırıblar. Artırmadan, naqisləşdirmədən. Onlar hamısı yer üzündə olan ümmətlərə bunu təbliğ ediblər. Artırmadan, naqisləşdirmədən onların bu əmanətidir. Onların bu qoruması ilə. Li-əmanətihim və əsmatihim. Allahu asamahum. Allah Teala onları bilərəkdən xataya düşməkdən qoruyubdur. Onları Allahın onlara əmr elədiyi şeyi təbliğ eləməkdə, təksir eləməkdən qoruyubdur. Onlar əziyyət çəkdikləri şeydə səbr ediblər. Yalanlanıblar, onları yalanlayıblar, yəni hətta Allahın köməyi gələnə kimi. Onlar musaddaqun, yəni Allah Teala onlara kömək edibdir, onları təsdiq edəcək şeylərlə. Yəni Allahın mömin qulları onları təsdiqləyibdir. Hansılar ki, Allah və onun rəsullarına cavab veriblər, çağırışlarına yəni cavab veriblər. Kimdə onlar? Müsəlmanlara nümunə olanlardır, möminlərin nümunə olanlarıdır. Mömin qadın kişilərin, mömin qadınların vacibdir ki, onları əqidədə, ibadət şüarlarında, müamilələrdə, əxlaqda, üslubda, yəni sulukda onları özümüzə nümunə götürək. Mömin kişilərdə, qadınlar da lazımdır ki, bu kəsləri özlərinə nümunə götürsünlər. Yəni, elm və əməl bölümlərinin hər bir bölümündə. Əl-iqtidəv bir-rusul əl-ləzīnə şəhidəllahu ləhum bis-sidq vəl-əmanəti vəl-əsmati vəl-nushi lil-xalqi kəmə qassallahu zəlikə anhum fil-Quran. Rəsullara iqtidə eləmək, hansı ki, Allah Teala onlara doğruluğu, əmanəti, qorunmağı, yaradılmışlara nəsihət eləməklə şahidlik eləmişdir. Quranda da onlar barəsində bu qissə keçir.
وَلَا يُقْتَدَ بِهِ بِمَنْ خَلَفَ الْمُرْسَلِينَ. Yəni rəsullara müxalif olan kəslər heç vaxt nədir? Nümunə götürülməz. Sonra burada deyir ki,